Herkese salam, yeni vloguma hoş geldiniz. Bugün sizi 26 derecelik Gdansk'dan salamlayıram. Özümüz də şok olmuşuq bu 2 gündür. Tək Polşa belə deyil, Almaniyada gördüyüm qədərlə belədir və hər kəs şok olmuş vəziyyətdədir. Çünki baxmayın da biz necə qış keçirtdik, yəni. Yanımda da qaçan insanlar var. Koş ablam, koş. Hazırda getdiyim yol belə yürüyüş yoldur. Mən arkadakı stansiyada velosiped tapa bilmədiyim üçün gedirəm qabaqdakı stansiyaya. Nəysə, amma bu yolda da velosiped yoldur yan tərəfdə və hər kəs indi görəcəksiniz velosipedlərini sürə-sürə gedirlər. Və bu üzü düz gördüyünüz yol, göstərim sizə də. Belə danışmağım da qəşəng olur. Nəysə, bu gördüyünüz yol gedir Brjejno sahilinə. Hardasa velosipedlə 10 dəqiqəlik yoldur. Piyada getsəm 20-25 dəqiqəlikdir. Bilmirəm, velosiped tur eləmək istəyirəm. Qulağımda qəşəng mahnılarla. Dedim, biraz çıxım keyfim atılsın və hazırda saat biz necədir? Saat 5-6 işləyib falan belə deyəsən. Gün biraz yatışan vaxtıdır. Özüm qəsdən bu vaxtı seçdim. Çünki saat 1-2 ərəfələrində dəhşət isti idi hava. Yəni çölə çıxası dərəcədə değildi. Ona görə dedim, biraz ətrafı sizə göstərim. Biraz da sahilə doğru gedək, orada yürüyüş eləyək. Sizə bir dənə fit check də eləmək istəyirəm. Nəysə, indi yanımdan insanlar keçəcək. Utanıram belə də. Bilmirəm, məni görə bilirsiniz yoxsa yox. Və təsəvvür eləyin, hava o qədər yaxşıdır ki, biz şort geymişik. Mən xüsusilə də düşünün, hava o qədər istidir deməli. Çünki mən çox üşüyən birisiyəm arkadaşlar. Nəysə, gözəl bir Gdansk gününü birlikdə yaşayaq. Biraz qısa olacaq çünki sadəcə sahilə gedəcəm, amma bundan sonra yəqin başqa bir videolarda birləşdirib elə yayımlayacağam bu həftə ərzində. Bir də istirahət günlərim 3-cü və bazar günləri olacaq. Onun xaricində 5 gün işdə olub çalışacağam. Nəysə, düşünürəm ki, inşallah gələn həftədə hava çox gözəl olur və biz Old Town tərəfə gedərik. Bu arada burada niyə bayramdır, bağlıdır bugün? Bugün burada bayraq günüdür, 3 may. 1 mayda tətil idi, 3 mayda. Bunlar da bu üçünü birləşdirib mayıfqa deyirlər. 3 dənə tətil günü, hətta ortadakı tətil günü falan nəsə götürüb şey eləyə bilirlər. 4 günlük falan şəhər xaricinə çıxıb dincəlirlər. Deyəsən bundan bəhs eləmişdim. Gedə-gedə danışaq bu arada. Hazır gəzərkən bu arada velosipedi rezerv eləmişəm. 10 dəqiqə ərzində gedib bu velosipedi götürməliyəm. Qabaqda olmalı səhv eləmirəmsə. Nəysə, sahildə də gəzəndə ola bilsin biraz söhbət eləyək. Nədən danışmaq istəyirəm? YouTube kommentlərdə gələn suallar var və maraqlı suallar var. Yəni uzun müddətdən sual verin, video çəkin deyirəm, vermirsiniz. İndi qəşəng maraqlı suallar gəlmişkən o sualları cavablandırmaq istəyirəm. Çünki Polşaya təhsil almağa gəlmək istəyən hər kəsi maraqlandıran suallardır deyə düşünürəm. Kəş o anı sizə çəkərdim. Burada necə piyada xəttlərində insanlara yol verir. Təsəvvür edin, durub şəkil çəkirəm özümü. Yəni xəttə durduğumu göstərməməyə çalışıram ki, yəni siz keçin də məndən maraqlanmayın. Maşın bir anda gəldi, elə dayandı ki, o xəttə. Yəni mən səni gözləyərəm, şəklini çək, sonra keç. Tipində bir şey oldu. Nəysə. Burada isə qardaşımız poçtunu götürür şeydən. Pasilkasını götürür, yəni kargosunu. Belə bir sakit bazar günüdür bugün. Bu xarici youtuberlar çəkirlər, bilmirəm sizə heç benzin qiymətlərini çəkmişdim burada. Yəqin ki, çox bir fərq yoxdur. Neçə idi təxmini görmədim, amma 2-yə bölündü orada. Ay yox, fərq var. Yəni Bakıda bəziləri dizel falan qəpikləndi də deyəsən, bilmirəm yadımda deyil, amma əvvəl 45 qəpik olan vaxtlar yadımdadır, bilmirəm neçədir, bəlkə də 1 manat falan olubdu. Burada 2-3 manatdır. Yox, benzin burada bahaymış. Velosipedimi götürdüm, ona görə yol istəyirəm fikrimi yayındırmasın. Yəni yolun tadını çıxardım, video fikrimi yayındırmasın, sorry. Nəysə, çatanda danışarıq. Amma bir kere ayaqqabım ayağımdan çıxdı. Yola təsəvvür eləyin. İndi göstərəcəm sizə, yol belədir. Ay, nə güzeldir bu çəkib. Kimsə gələndə 2 əlimi də istifadə eləməyəm lazım olur, sorry. Çıxışıb şey basıram. Həm mikrofonu, həm şey istifadə eləyə bilməyəcəyim üçün tək əlimlə belə səslə danışacağım. Deməli, yolda şey qoyublar. Tramplin kimi şeylər.
Yəni velosiped yolunda belə var ki, çox sürətlə getməyin. Xüsusilə də bağça var idi az öncə, onun qarşısına qoyublar ki, uşaqlar çıxa bilər deyə sürətinizi az götürün. Çox düşüncəlisiniz. Bu arada bizim velosipedlər üçün də təbii ki şey var, qırmızı işıq falan. Nəysə, mən dayanım indi qırmızı işıq. Bura qədər gəlmişkən buradan da kameranı açacağım ki, sizə göstərim ətrafı. Qdanskın plaj əyləncəsi başlayıb, yəni rəsmən. Gözəlliyə baxın. Hər kəs bir yerdə dincəlir. Burada axşam partilər olur. Məsələn. Mənim ketalarım bura heç uyğun deyil, amma neysə. Gedəcəm qabaq tərəfə. Ya, itinlə. Qaçan insanlar da var. Hər kəs də çəkmək istəmirəm, qəribə çıxır. Yes, belə bu tərəfə baxın. Dəniz əladır, gözəldir. Sahilin adı dediyim kimi Brjejnon sahilidir. Nəhayət. Ayağımız quma dəydi, hə? Ayağım hələ də dəymir, amma nəysə. Hava soyuq olan vaxtlar da mən oraya gəlirdim. Çünki evimin yanında da niyə istifadə edirəm? Təsəvvür edin, Bakıda Novxanında dənizin yanında eviniz var imiş kimi hiss elətdirir. Çox qəşəng hissdir. Yəni belə bir lüks görüntünün normal bir kirayə evdə qalaraq yaşamağı da əslində xaricdə yaşamağı insan daha bir sövq eləyir. Ciddən yəni. Az öncə velosipedlə gəldiyim yolu, kəş ki bu eynəyim meta eynəyi ola bilərdi və o görüntünü sizə göstərə bilərdim, yoldakı görüntüləri. Sadəcə möhtəşəm idi. Azərbaycanda da var, məsələn Qubada, İsmayılda falan var. Bakıda yoxdur, belə ağaclıqları çox düzəltmirlər. Ona görə Azərbaycana qayıtma fikri hələ ağlıma gələndə elə şey oluram ki, ayda bu görüntüləri. Gərək tez-tez viza alım gəlim, hə? Bu arada iş yoldaşımı da gördüm, velosipedlə gəlmiş. Bax, siz necə şey geyinmişdi, yəni full o velosiped tur eləyən tiplər olur. Burada çox insanlar elədir, yəni velosiped adi minmirlər. Mənim kimi bu mevalara falan çox minmirlər. Onlar direkt öz velosipedlərində, bayağı atletik paltarlarında velosiped turlarına çıxırlar. Nəysə, iş yoldaşımı da gördüm, o da buradaydı. Okey, dedim bir ki sualları cavablandıracağım. Sualları cavablandıraq, sonra videonun digər hissələrinə keçə bilərsiniz. Burası sual-cavab bölməsidir. İlk sualımız belə idi ki, kartopobot olmadan necə işləyirsiniz? Bu mümkündürmü? Polşada əgər siz kartopobotuya müraciət etmisinizsə, barmaq izni və sair girdikdən sonra sizin pasportunuza qırmızı möhür vurulur və mənim də pasportumda bu var. Hətta 3-4 aydan bir bizim iş yerində yoxlamalar gedir və məndən tez-tez hələ də sənədim varmı, ya da ki, nə bilim, sənədlə bağlı məndən açıqlama istəyirlər. Mən də o pasportumdakı qırmızı möhrü göndərirəm və yəni, bir üstünü bağlayıb keçirdirik, amma hələ də yəni soruşurlar ki, kartopobotun falan hardadır. Əslində kartopobotun olmağı həqiqətən də burada böyük bir avantajdır. Kartopobotu olanların işə daha tez girdiyi ilə bağlı, yəni ofis işlərinə qulağıma bir-iki sözlər gəlib. Amma bilmirəm, bu dəyişən bir şeydir. Yəni siz CV verəndə orada yazmışsınız ki, mənim kartopobotum var yoxsa yox. Bu CV-nin qəbul olunma mərhələsindən sonraki bir şeydir. Yəni ona görə çox da birinci mərhələdə çox da şeyləmir, amma işdə təbii ki, Polşada qalmağa davam eləmək üçün kartopobotu önəmli bir şeydir. Amma bunsuz da işləyə bilərsinizmi? İşləyə bilərsiniz. Mənim kimi food sektorlarda və s. yəni ofis işlərində də bir müddət olmur, amma sonra ofis işləri özləri sponsor olurlar və şeydir, yəni sizə rahatlıqla kartopobot aldıra bilirlər əslində. Ona görə düşünürəm ki, problem deyil. Daha sonra belə bir sual vardı ki, Gdansk, Katowice yoxsa Wrocław, hansı şəhərə gəlməmizi məsləhət görərsiniz kimi tipində. Sözün düzü, mən Gdanskı çox sevirəm şəhər olaraq. Zaten bura balaca şəhərdir deyə, biraz Varşavanın səs-küyündən uzaq olmaq üçün və yaxud da ki, Krakovun, yəni oraya getsəm Bakıdaymışam kimi mənə hiss etdirəcəyini düşündüyüm üçün Gdanskı seçdim, gəldim. Amma balaca şəhərə də köçməyin öz çətinlikləri var həqiqətən də. Bir də seçməli olsam buranı seçməzdim. Çünki birincisi dil problemi. Yəni balaca şəhərlərdə mahnı səsi gəlir yoxsa yox, plajda belə yüksək səslə mahnı qoyublar. Belə balaca şəhərlərdə, yəni daha çox yaşlı nəsil yaşayır və onlar ingilis dilini falan bilmirlər. İngilis dilində çalışan insanlar da az görürsünüz. Ona görə mütləq ki, dili öyrənməyiniz lazım olur və yaxud da ki, dili bilmədiyiniz o ilk ərəfələr çox çətin keçir, özüm bilirəm. Yəni həm rus dilini az bildiyim üçün, həm polyak dili bilmədiyim üçün ilk gəldiyim burada nə bilim 6-7 ay mən ağladığım gecələr yadıma düşür ki, niyə dil bilmirəm, niyə komfort zonamda hiss eləmirəm özümü və s. Nəysə, amma bu da inkişafın bir mərhələsidir də, yəni. Zaten komfort zonamızdan çıxıb buraya gəlirik ki, inkişaf eləyək. Hazırda bu sahədə həqiqətən özümü məcbur elədiyim üçün, bu mühitin içərisinə düşdüyüm üçün dil cəhətdən özümü inkişaf eləmiş hiss edirəm həqiqətən də.
Amma seçəsi olsaydım dedim ki, mən Braslavı seçərdim arkadaşlar. Braslav Polşanın ikinci ən böyük şəhəridir. Yəni belə şəhər olaraq da böyük olduğu üçün içində hər cür belə rahat necə deyim, aktivitelər eləməyə də şeylər var. Gdansk balaca yer deyə cidden burada belə okey var, bir şey kafelər və s. amma böyük şeylər yox. Məsələn, Koreya kafesi buradan çox bir dənədir. Başqa yoxdur bir yer. Koreya yeməkləri falan prob eləmək istəyəndə Bakıda belə bundan qat-qat çoxdur da. Hər şeyi prob eləyə bilirsən. Hər cür mətbəxin kafesi var, nə bilim, hər cür aktivite var. Gdanskda yoxdur. Varşavada var. Hə, Varşavada çox var. Ya bu arada dənizdə üzən adamı göstərəcəm sizə baxın. Hə, adam değilmiş, qadın imiş. Hə. Ay Allah, balaca itlər, köpüşlər var burada. Fikrimi yayındırmadan, neciliyə keçdim işə düşmədən deyim sizə. Həmin olsam Vraslavı seçərdim. İkinci ən böyük şəhərdir. Həm aktivite çoxdur. Yəni ürəyiniz sıxılmır bir yerdə. Həm ingilis dilini bilən insanlar çoxdur və o cəhətdən də iş tapmağınız da rahat olur. Bir də Kartopovodu məsələni məncə Varaslavda da işlər rahat gedir. Gdansk ən uzun sürən şəhər imiş. Siz mən bunu gələndən sonra bildim bura. Mən bura niyə gələndən sonra bildim bilmirəm. Yəni burada hamı 1 il 6 ay, 2 ilə falan Kartopovodu alır, amma Krakovda hamı 4 ay alır. Varşavada hamı maksimum 4-6 ay arası alır. Vraslavda da 4 maksimum 7 ay alan var. Yəni digər şəhərlərdə bu işlər çox rahat gedir deyə Polşanın seçənə cidden Kartopovodu məsələsinə baxın. Çünki bir yerdən sonra insanı bezdir. Məni buradan çıxardan, mən bu ölkədən soyudan şey cidden bir növə Kartopovodu bunu olmamağıdır. Çünki bilməm, özünüzü burada həbs kimi hiss eləyirsiniz. Okey, bəzi şəhərləri var, çıxırsan, gəzirsən, elirsən falan, amma nə bilim yəni o qədər də belə böyük bir şey vermir də. Başqa ölkəyə çıxa bilmirsən axı. Ən azından öz ölkəmə də gedə bilmirəm. Getsəm qayıda bilməyəcəm tipində. Nəysə belə şeylər var. Üçüncü sualımız tələbə olaraq qayıb limitləri varmı, orada çox baxılırmı və s. kimi tipinə sual gəlmişdi. Bəli, baxılır. Burada artıq Polşada ciddi bir bu cəhətdən irəliləyiş var. Əvvəl bilirsiniz, VSB universitetləri var bəzi şəhərlərdə və o universitetlərə hamı özünün adını onlayn yazdırıb həmişə işləyirdilər və s. universitetə getmirdilər falan. Amma indi VSB bizim universitetdən, dövlət universitetindən qat-qat çətin olub təsəvvür eləyin. VSB-də belə müəllimlər dəhşət yoxlama aparır. Hətta mənim dostum var orada oxuyan, çox insan var orada oxuyan dostlarımdan, amma biri deyirdi ki, məsələn şeydir, 2 qayıb limitimiz var. 2-dən artıq olsa bizim müəllimizi dərsdən qovur və s. Yəni bayağı bir qorxurdular dərsə girməməyə. Bizim universitetdə 3 və ya 4 limitdir. Müəllimlər biraz anlayış göstərir danışanda eləyəndə, amma 3-4 deyəndə dedim ki, 3-4-dən artıq getməsiniz və s. müəllim yəni sən mənim dərsimdə iştirak eləməmisən, gələn semestr yenə gəl deyir. Yəni belə ciddi olurlar bayağı. Ona görə bura gəlim ayı rahat bir şəkildə oxumağı yola verirəm falan. Yəni yox. Universitetdən də qovulsanız Allah uzasın, ölkədən də qovacaqlar sizi. Ona görə yəni tələbə kimi gəlirsinizsə, həm oxumağınıza çox diqqət yetirin. Çünki dərs də çox verəcəklər, proyekt də çox verirlər. Hər dərsdə minimum 2-3 slayd verirlər. Yəni həm oxumağınıza diqqət yetirin, həm də çalışmağınıza. Yəni bu çox çətindir. Mən özüm yaşayan biri olaraq bunu, həm oxumaq, həm çalışmaq məni çox yorur. Mən bir müddətdən sonra deyirəm ki, ayda bitirim artıq bu tezisidə. Yəni bu oxumaq artıq tamamilə getsin ki, mən sırf çalışmağa yönəlim ki, yəni çalışım və tətil günlərində falan özümə vaxt ayırım, gəzməyimə vaxt ayırım. Yoxsa bu dəqiqə multitaskingin ən pik həddidir də, yəni təsəvvür edin. Həm çalışmağın öz bəzi şeyləri var, çətinlikləri, həm dərsin çətinlikləri, həm də ki beynində stres eləyirsən. O testi necə verəcəyim ya da nə bilim eləyəcəyim. Dərslə bağlı çox stres eləyirəm. İmtahan olan günü məsələn mən çox stresli oluram. Yəni belə, nəysə. Qıraqdan hər şey biraz asan görünə bilsə də, bura çətindir. Yəni bura gəlməmişdən qabaq bir 10 dəfə düşünün. Bura deyəndə ki, başqa Avropa ölkələrini nəzərdə tuturam. Yəni ya yaxşı büdcə yığın, elə gedin, bir müddət yəni işləmək məcburiyyətində qalmayaraq rahat bir şəkildə oxuyun, ya da ki iş tapıb gəlin. Yəni hər şeyinizi biraz rahata alın. Çünki zaten başqa ölkəyə çıxmaq, başqa bir dil olan yerə, başqa bir mədəniyyət olan yerə getmək zaten sizi bayağı bir sərhədlərinizi sınırlayır. Bir də üstəlik burada pulsuz qalmaq insanı çox yorur. Mən yenə yemək pişirmədim. McDonald's. Neyse. Bazar günümüzü belə keçirdim. Buradakı McDonald's'da, yəqin Bakıda da belə olur. Tez-tez yeni şeylər gəlir. Bu ayın yeni çıxanı belə milkshake'dir. Dedim mən də sınayım. Logosuydu bayağı. Bundan hətta böyük bir oyuncağını falan parklarda gəzdirərək promosunu falan elədilər.
McDonald's cidden burada çok işləyir. Yəni hər ay yeni bir menü çıxardırlar, yeni bir super fərqli bir şey çıxardırlar. Çox xoşuma gəlir. Blueberry shake'dir. Əla, dondurma yemişəm kimi gəlir. Yeni bir gündən salam. Arkadaşlar, havaya baxın. Yağış, səhərdən dayanmayan külək. Neyse, bunları götürdüm. Belə eləyək. Bu bizdə kautsiyala butulkalardır. Bunları aparırıq. Yaxındakı Biedronkada aparatlar var. Oradan keçirdirik və hər bir butulka üçün 50 qəpik bizə geri qayıdır. Mən də belə yığıram. Tam ümumiyyətlə burada belə eləyir. Yığır sonra aparır. Yuxudan az əvvəl qalxmışam. Gəldim ki, özümə kofe alım. Buna havada dərsə də getmədim səhər. Belə havada 8-də durub dərsə gedərlər. Sıradayım. Bir xala əlində 20 kiloluk butulka gətirib onda oldu. Dəhşətdir. Bunlar belə qazanırlar bax. Dünən xəbərlərdə gördüm. Krakovda bir nəfər 20 dənə böyük bir klokun içində butulka aparmışlar. 2300 zlot geri qaytarılmış. Onu da deyib yardım bağış edəcək. Armud gecə məsəl o qədər şey bastı ki, xarab elədi aparatı. Yazıb ki, içi doldu. Nəysə, içini biraz əssin, gözlük. Belə 13 dənə butulkaya 6 zlot, 21 dənə də balacaya 10 zlot. 17 zlotum var. Ondan nəsə alsam 30 zlota falan bayağı indirim olacaq. 12 zlotunu ödəyəcəm məsələn. Dava çıxdı Biedronkada. Pollekçə davaya da bulaşmaq ləzzət edir. Çox səviyyəli dalaşırlar. Burada Amerikan məhsulları olduğu yerə gəldim. Mac and cheese'in sosu değil. Bu nədir? Çiyələklə tahinlə belə qarışıq. Amerikada çox qəşəng şeylər var. Fries sos. İnşallah bir gün Amerikaya gedib orada da fərqli yiyəcəklər sanıyorum. Strawberry. Good morning arkadaşlar. Mikrofonum yadımdan çıxdı. Good morning. Necəsiz? Mənim 5 dəqiqəm var ki, evdən çıxmağa. Deməli, dərsə gedirəm. Dərs var, təəssüf ki. Laboratoriyadır. İndi saat 11-ə işləyib. Və 1-də qutaracaq, 2-də də iş başlayır. 2-də də işə getməliyəm, axşama qədər işdə olacağım da. Ona görə yuxudan zar-zor oyandım. 6 dəqiqə bundan əvvəl qalxmışam, yəni o dərəcədə təsəvvür. Dedim bir üzümə elə belə əl gəzdirim. Çünki nə vaxtdan da heç bir şey eləmirəm makyaj olaraq üzümə. Dərsimi yazmamışdım. Ona görə bilmirəm, gedim müəllim necə qarşılayacaq. Belə hallar olanda istəmirəm dərsə gedim. Sonra dedim ki, yox, getməsəm də qayıb yazacaq. Çünki çox tip bir adamdır. İşin indi qəribə tərəfinədir. Sizə onu deyim. Sabahki dərsim saat 8-dən saat 1-ə qədərdir. 5 saat dərsdə olmalıyam sabah. Sonra da saat 2-də işə getməliyəm. Bir var evə gələsən, yatasan, dincələsən. Yox. Sevinç və yatmaq, dincəlmək. Yox, biraz Dior vurum üzümə, özümə gəlin bir dəqiqə. Cidden. Qoxusu fərqlidir, belə qəşəng qoxusu var. Ona görə adam üzünə vuranda belə özünü qəşəng hiss edir. Bu arada iş yoldaşım İtaliyaya getmişdilər. Bir 5-6 gün İtaliya turu elədilər. Mənə belə bir şey gətirib Milano yazılıb burada. Çox şirindir. İş yoldaşımın adı da Milanadır. Həmişə ona elə deyirdik.
Milanda falan. Bugün bu arada soruşabilirsiniz, bu kurtka neydi? Dünən bəs 35 dərəcə hava var idi falan filan. İnanırsınız, dünən boran qopub burada. İndi bugün yenə gün çıxıb. Dünən heç nə. Bütün gün yağış, ağaçlar yerindən oynayacaq dərəcədə külək. Ben de deyirəm, burada bir konsert mi olacaq üniversitede? Yadıma düşdü, dünən qrup yoldaşım mail göndərmişdi ki, bugün saat akşam 5'e kadar burada piknik olacak kimya fakültesinde. So visually it looks like that we have a molecule, we split it into few parts, and we call it 2D fingerprint because we only created from 2D molecular graphs. So these parts we try to assign to be present or absent, present one. Ders bircə saata bitti. Niye başa düşmədim? Deyəsən, çöldəki pikniyə görə hamı ora gedir. Və mənim dərsim, işim 2 saata başlayacaq, ona görə hələ 1 saatım var. Derse gelmiştim, yemek yemeye geldim. İlk defa da bilmediğim bir söz kanısını İrem Allah kesin. Bu arada biz alkohol pive de verirlermiş herkese. Zero içirəm bəzən. Biz buradan çıkıp şey geleceğim. Ama gerçekten deməli təhsil naziri gəlib də orada çıxış eləyir, bizə deyirik ki, bizdə Azərbaycanda olsaydı bir 10 dənə polis maşını var. نموت كده So, bulkumu götürdüm, getirəm. İçəri tərəfdə dərsimi yazdım, biraz da göndərib, çünki hələ də vaxta var. Küləyi görürsünüz də, Bakıdan külək gəlib elə bir bura. Dəhşət bir havadır və həmişə də bu piknik keçirilən gün belə qəribə bir hava olur. Keşke oturacağım indi burada. Qoyaq şey şülərimizi. Hava soyuq deyil. Ama çıxanda üşüyəcəm. Belə bir panik də var. Yemek yememiştim ben. İşte bu 2 assignment'ı gönderdim. İndi hazırlaşın, gedirəm işə. Bugün de belə bitirək. Festival yeri bayağı bir dolup daşır. Hatta alkoholsuz pivəri şey də açdılar. Orada gəlib içirlər. Mahnını da yəqin eşidirsiniz. Karaoke oxuyurlar orada. İşləməyən rahat. İnsanlar da vaxt geçirdir. Ben de işe gitmeliyim. Günün sonunda özümə şikayətlənirəm. Mesela Rəşadın falan videosunu görürəm. 12 saat işləyir. 16 saat. Ne bileyim proyekt yazır vesaire vesaire. Elə şeyləri görəndə özümə əsəbləşirəm. O vaxtı niye başka şeye değerlendirmedin diye. Ama bazen həqiqətən də yəni bədənin sadəcə dincəlməyə ehtiyacı olur. Özümüzə haksızlık da eləməyək. Özümə haksızlık eləməyim. Çünkü bu kadar verdiğim emekler var. Ne güzel güller açıp burada. Yasemenler. Ay kokusu da gelir. Yani neyse. Neyse çok açtım. Salam bir daha. Ekstra video kim bunda çekeyim. Bu Bakıda məşhur olan bu toyuq şeylərindən. Bayaq Biedronka'da gördüm. Dedim Polşa'da da var imiş. Bir prov eləmək istəyirəm. Video açısı yaxşı. Değil ama neyse. Ne kadar toyuq buduna oxşayır.
Prosto çok soyuqdur. Xırt xırt da. Tam ortasında da şokolad var imiş. Beğendim. Ben de K-dramama baxa yiyeyim, sabah işe geleceğim. Videoya baktığınız için teşekkürler. Gələn həftə görüşərik.